Ramazan ümumi sosial bərabərlik ayıdır, həm də eyni zamanda. İnsanın mənəvi saflaşması ilə yanaşı, cismani paçılığı ilə yanaşı, fiziki cəhətdən onun pəhrizkarlığı, həm də sağlamlığı ilə yanaşı, həm də bu sosial bərabərlik ayıdır. Yəni bu ayda varlı kasıb fərqi bilinməməlidir. Ən azı o insanlar ki, az qalırlar, susuz qalırlar, varlı da, imkanlı da, vəzifəli də, vəzifəsiz də, bunlar eyni hissləri yaşayırlar. Tutaq ki, eyni saatda iftar edirlər. Bax, bu ondan ötürüdür ki, bərabərlik olsun. Ən azı həmin müddətdə, həmin ay ərzində bərabərlik olsun. Və eyni zamanda iftar vaxtı da mümkün qədər oruç tutanlar bir süfrədə toplaşsınlar və iftar etsinlər. Oruç tutanları dəxli yoxdur. Oruç tutmayıb, maddi imkanı zəif olan həssas təbəqənin insanları ola bilər. Həm də bir birliyə çağırışdır. Təbii ki, bir birliyə çağırışdır, bir sosial bərabərlikdir, insanların həmrəyliyidir. Necə deyərlər, o hər iftar günü normal oruç tutanlar üçün o hər iftar saatı bir bayrama çevrilir. Bir kiçik bir sevinç bayramına çevrilir, sevinç anına çevrilir. Bax, bu nöqteyi nəzərdən yanaşanda, əlbəttə ki, varlı, imkanlı adam da ola bilər, olsun, çox gözəl. Ancaq onlar da həmin ayda kasıblara, imkansızlara ehtiram göstərməlidirlər. Yardım etməklə yanaşı, onları öz süfrələrinə dəvət etməlidirlər. Şərt onda deyil ki, məsələn, elə yardım edəsən, ondan sonra da üz çevirəsən, o elə bil borc qaytarmaq kimi bir şeydir, bir minnətli, belə deyək, yaxşılıqdır. Xeyr, əsas odur, o ünsiyyətin qurulmasından söhbət gedir. Orucun fəlsəfəsi, mahiyyəti o münasibətlərin qurulmasıdır, mənəvi saflıqdır. Yəni, insan tək özünə xeyir verməməlidir, həm də cəmiyyətə xeyir verməlidir. Tutaq ki, deyir, mən oruç tutum, özüm saflaşım, o dünyada da cənnətə gedim, kifayət elədir. Bu oruc olmadı, ibadət olmadı, bu alver oldu. Yəni ki, mən Allaha nəsə verim, Allah da mənə nəsə versin. Bu alverdir, bu ticarətdir. Ona görə bu olmamalıdır. Oruç tutan insanlar cəmiyyətə, insanlığa, ümumiyyətlə bəşəriyyətə bir nur saçmalıdırlar. Yəni öz əməlləri ilə, öz xeyirxahlıqları ilə imkanı olan maddi cəhətdən bu işləri görməlidir. Elmi savadı olan, tutaq ki, bir öz maarifləndirici təbliğatı ilə, öz xoş ünsiyyəti ilə bunu etməlidir. Hər hansı bir bacarığı, qabiliyyəti olan insanları o sahədə, belə deyək ki, mənəvi cəhətdən qidalandırmalıdır. İmkanlı adamlar, bəli, təəssüf olsun ki, bəzən biz bunu sosial şəbəkələrdə, mediada da izləyirik. Toplaşırlar bahalı restoranlara və yaxud da öz həyətində, mənzilində harda imkanlı adamları və öz təbəqəsindən olan adamları və çox zamanda oruç tutmayan adamları dəvət edirlər orada. Necə deyərlər, bir də belə bir içki əksik olur, qalan hər şey, belə deyək ki, yeyib içmək, məclisləri da bu orucla düz gəlmir bu. İkinci bir tərəfdən kim edirsə edə bilər, özünün indi öz işidir. Amma da belə şeyləri reklam etmək, belə şeyləri yayımlamaq başqa insanlarda da ya mənfi təəssürat, ikrah yaradır, ya da ki, onlar da elə görüb götürür ki, bu elədi, mən də gedim bunu reklam edeyim. Və bu yaxşı olar ki, həmin məclislərə imkansız insanlar dəvət olunsun. Mən görmürəm ki, tutaq ki, bir imkanlı adam bir dəfə bir 100 nəfər, 200 nəfər bir şadlıq evinə çağırsın, dəvət göndərsin və yaxud da iftar saatı elan eləsin. Özü də gəlib oturur onlarla bərabər. Özü də gəlsin orada otursun. Ancaq görürsən ki, yox, həmin adamın özünün təbəqəsində olan adamları yığırlar. Elə bir iclasdır, konferansdır. Məsələn, bununla iftarın fərqi olmalıdır. Və gizli yaxşılıqlar edilməlidir. Elə çox şeyi də aşkara vurub reklam eləmək lazım deyil. İnsanlara, necə deyərlər, o sağ əlin verdiyini deyir, sol əl bilməməlidir. Amma ki, bu restoranlarda çox zaman, bax, bu ənənə şəklini alır.